Qışa hazırlıq məhz bu yerdən başlayır. Leçon hazırlanmalarından birinci soğanı yarım halqa şəklində doğrayırıq. Markovları belə göstərdiyim formada, sonra biberləri də belə ayrı-ayrı doğrayıb içini tərtəmiz eləməyə çalışın, toxumlar içində qalmasın. Bunları böyle çok da xırdalmaya ehtiyac yoxdur, biraz iri qala bilər. Pomidorun üzərinə belə plus atıb, biraz üzerinə qaynar su tökün. 15-20 dəqiqə gözlədəndən sonra qabıq çox rahat şəkildə soyulacaqdır. Bunun üçün belə sev eləməyin dəyər. Pomidor içində olan ağ yerləri, bərk yerlərini hamısını kəsib çıxarmaya çalışın. Ortadan 4 yerə bölün, sonra da nazik uzun doğrayın. Sarımsağı da doğrayıb kənarda saxlayın. 2 stəkan yağ əlavə edib soğanı bişirməyə başlayırıq. Soğan tam pişməmiş, üzərinə markof əlavə edib birlikdə bişirlər. Markof yumuşalandan sonra pomidor əlavə edib qarışdırıb üzərinə istiotu, sarımsağı, lavrovlisi, yəni dəfnə yarpağını əlavə edib bişirib. Bişəndən sonra üstünə şəkər, tozu və duz əlavə edirik. Bunlar da biraz bişəndən sonra üzərinə gördüyünüz biberləri əlavə edib bişməyə qoyuruq. Bu kıvama çatanda artıq götürə bilərik. Harca 20-25 dəqiqə bişir biberlərlə birlikdə. Qabları ağzına doldurub qapaqlarını bərk ağzını bağlayın. 5-10 gün soyucuda saxlayandan sonra çöldə istədiyiniz yerdə keçirə bilərsiniz ki, ağzını möhkəm bağlanmağına nəzarət edin. Çox ləzzətli olur. Qışda bunu beləcə salat kimi də verə bilərsiniz. Üzərinə yumurta sındırıb elə də yeyə bilərsiniz. Və yaxud kənarda oxuyan uşaqlar varsa onları da göndərə bilərsiniz. Nuş olsun.